İndehu məfətihul qayb. La ya'lemuha illahu. Qeybin açarları onun yanındadır. Allah'ın yanında. Ondan başqa heç kim bilmir onu. Bax ki, çıxır bəzi firqələr deyirlər. Deyirlər ki, imamlar qeybi bilir. Şeyxlər, avliyalarımız qeybi bilir. Nəuzubillah. Və yaxud da ki, mollalar, baxıcılar da belədir. Qeybi bilirlər, amma qeybin açarları Allah'ın yanındadır. Onu Allah'tan başqa heç kim bilmir. Və ya'lemu ma fil berri vel bahr. Quruda da, dənizdə də olanı bilir Allah Teala. Və ma tesqutu min varaqatin illa ya'lemuha. Yəni düşən hər bir vərəqi, yəni yarpağı Allah Teala bilir. Və la habbatin fi zulumatil ardı və la ratbin və la yabisin illa fi kitabin mubin. Yerlərin zülmətlərində hər bir toxumu, quru olanı da, yaş olanı da kitabda, mubin kitabda, yəni lövh-ül məhfuzda nədir? Vardır, onu Allah bilir yəni. Subhanallah. Fi zulümətil ardı, yerin zülmətləri nədir? Yerin zülmətləri bulutun olması, qaranlıq, bulut, yağış, dəniz, dənizin içi, qaranlıq, bunlar hamısı zülmətlərdir. Subhanallah. Yəni, dənizin içində olanda insan, dənizin öz qaranlığı var, dibinin qaranlığı var. Sonra gecənin üstəlik gecə qaranlığı vardır. Sonra hava bulutlu olmaq qaranlığı var və yağış yağmaq. Yəni, bu yağış yağında da qaranlıq, şiddətli qaranlıq çökür da, yəni zülmətlərdir bu, yerin zülmətləri. Allah Teala yəni orada hər bir yaşı da, qurunu da, toxumu da hamısını kitabda qoyubdur, yazıbdır. Bu ayə, qabaqdakı keçən ayələr kimidir? Allah Subhanahu elminin hər şeyi əhatə eləməsi, bütün yaradılmışları əhatə eləməsinə dəlalət edir. Qulların elmi isə məhduddur. Müəyyən həddədir yəni. Onlar əşyaları məhdud şəkildə əhatə edə bilirlər. Allah Azze və Cellə'nin elmi isə bütün yaradılmışları göylərdə, yerdə olan, onların arasında olan yaradılmışların hamısını əhatə edir. Çünki Allah Teala onları yaradıbdır. Allah Teala onlarda idarəçilik edir. Onları diriltməsi, öldürməsi, fəqir etməsi, varlı etməsi, sağlam etməsi, xəstə etməsi, əminlik, qorxu. Allah Teala idarəçilik edir bunlarda. Onun hikmətinə, adilliyinə, rəhmətinə, fəzlətinə muvafiq olaraq. Subhanallah. Və hədə bəyanun cəliyyun. Bu açıq, aydın bəyandır. Likavnillahi la ya'zibu anhu şeyin. Allah Teala'dan bir şey də uzaq deyil. Nə dəqiq bir şey, nə gizli, qullardan və indaqqa və xafi anil qibət, qullardan gizli olsa belə, lap dəqiq olsa Allah Teala'dan yanında o şey gizli deyil. Çünki qeybin əsərləri onun yanındadır, ondan başqa onu heç kim bilmir. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədis sabit olmuşdur. Yəni bu ayə öz sözü ilə bu ayəni fīmə yubeyyinu həzil əyəti bi qavlihi, yəni bu ayəni bəyan edir öz sözü ilə ki, qeybin açarları 5'dir. Onu Allah'tan başqa heç kim bilmir hədisdir. Hədis Buxari Müslimdədir. Sonra bu ayəni oxuyur. İnnallah indehu ilmus saati. Qiyamət saatı Allah yanındadır. Yəni onu Allah bilir. Və yunezzilul gayth. Yağış indirir. Yağış indirən Allah Teala'dır. Heç kim bilmir ki, yağış nə edəcək. Hətta bulutlar gəlsə belə yağış inməyə bilər. Və ya'lemu ma fil arham. Rəhimlərdə olanı bilir. Sual çıxır ki, burada rəhimlərdə olanı bilir. İndi deyirsən ki, uzilər zadlar da çıxıbdan baxsan, oğlandı qızı yox. Təhcə oğlan qız olması deyil. Hətta bəzi hallarda uzilər də səhv göstərir. Lap belə dəqiq göstərsə də belə, yəni müəyyən aydan sonra bililir. Və o uzi, o insanın bədbəxt və yaxud da xoşbəxt olacağını göstərmir. Amma Allah Teala onu bilir. Subhanallah. Və mə tədri nəfsun mədə təqsibu qədə. Yəni bir nəfs sabah nəyə qazanacağını bilmir. Və mə tədri nəfsun bi əyyi ardın təmud. Nəfs hansı yerdə öləcəyini bilmir. Subhanallah. Bunlar bilən hamısını Allah Teala'dır. Sonra müəllif rahimehullah başqa bir ayə gətirir. Və mə təhmilu min unsə və la təda'u illə bi'ilmihi. Hər bir dişi
Və təhmil min unsa dişinin daşıdığı hamiləlik və doğduğu Allahın elmi ilədir. Allah Teala onları bilir. Burada bu ayədə də Allah Subhanahu elminin hər şeyi əhatə eləməsinə dəlalət var, necə qabaqda keçdi. Yəni istər Adəm övladından olan dişilər olsun, yəni qadınlar olsun, hamilə olan, istərsə Adəm oğullarından olmayanlar olsun. Yəni heyvanlar olsun məsəl üçün, dişi heyvanlar. Yəni onların hamiləliyini və onlar nəyə doğacaqlarsa bu hamısı Allahın elmindədir, qüdrətindədir. İstər həmin o doğulan diri olsun və yaxud da ki ölü olsun və yaxud da tək olsun və yaxud da bir neçə dənə olsun, erkək olsun, dişi olsun, qadın olsun yanında. Bunlar hamısı Allah'tan başqa heç kim bilmir. Allah'tan başqa heç kim onu qoruya bilməz. Subhanallah. Sonra müəllif rəhməhullah davam edir mətni. Deyir: "Fəmən yuridillahu en yehdiyehu yeşrah sadrahu lil-İslam." Allah Teala kimə hidayət istəyərsə də onun köksünü İslam'a açar. وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ. Kimi də azdırmaq istəyərsə də onun sinəsini sıxar, sanki o səmiyə qalxır, yuxarı qalxır, çətinliklə insan yuxarı. İndi dünya elmi də sübut edir ki, insan nə qədər ki yerdən aralanıb göyə qalxır, o qədər sinəsi sıxılır. Oksigen azalır ya orada, insanda sıxılma və yaxud da təzyiq olur, orada sıxılma gedir. Subhanallah. Sanki o deyir göyə qalxır deyir. Bu kərim ayədə də Allah Subhanahu taala kimə hidayət istəyirsə də onun köksünü İslam'a açır, kimi azdırmaq istəyirsə də onun köksünü sıxır, sıxılır və sanki o göyə qalxır. Kəzəlikə yecəlullahu ricsə aləllədinə lə yu'minun. Beləliklə Allah Teala iman gətirməyənləri neyləmişdi? Riczi, yəni onları ric, yəni burada nəciz mənasındadır ki, iman gətirməyənləri ric etmişdir. Burada Allah Subhanahu taala iradəsi vardır. Yəni dəlillərdə gələn odur ki, iradə iki növdür. Birinci iradə kəuni iradədir. İkinci iradə şər'i iradədir. Kəuni iradə əl-məşiyyədir. Allah Subhanahu taalanın istədiyi olur. Bu iradə ayə və bunun üstündə olan ayələr buna dəlalət edir. Allah Teala nə istəyir olur. Şəri iradə isə yuridullahu bikumul yusr. Allah Teala demək bu yuxarıda keçən ayə Ən'am surəsi 125-ci ayə nə aiddir? Kəuni ayə. Kəuni iradəyə aiddir. İradə istək deməkdir də. Allahın məşiyyəsidir, istəməsidir. Yəni o lazımdır ki, baş versin. Allah kimi azdırarsa mümkündür o kimsə hidayət versin. Kimə hidayət verirsə mümkündür onu azdırmaq. Yəni kimi hidayət verərsə də onun köksünü İslam'a açar. Lazım, kəunidir. Şəri iradə odur ki, Allah Subhanahu taala sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Yəni şər'an fətəctəmi'ul iradətən fi haqqil muti'. Demək, şəri iradə itaət edən kəsin haqqında iki iradə ikisi cəm olur. Həm Allah Subhanahu taala kəuni iradə ilə istəyir ki, bu insan hidayət olunsun, həm də şəriətlə. Şəriətlə hamı üçün istəyir. Kəuni ilə isə yalnız istədiyini. Yəni kəuni kimə ki hidayət yazıbdır, o hidayət olunur. Demək, itaət edən kəsdə, mömində ikisi də cəm olur. Kəuni iradə ilə. Bax, Əbu Bəkir radiyallahu anhu. Allah Subhanahu taala onu kəuni ilə də istəmişdi hidayət olunmasını, şəriətlə də. Şəriət kəuni ilə Əbu Cəhilə şəriətlə istəmişdi hidayət olunmasını. Amma kəuni ilə istəməmişdi, ona görə hidayət olunmadı. وتنفرد الكونية التي ترادف المشيئة في حق العاصي. Demək, kəuni asi olan kəsin haqqında təraduf olur. ثم الإرادة الشرعية من لازمها المحبة والرضا. Demək, kəunidə isə Allah Subhanahu taala şəriətlə istəyir ki, asi hidayət olunsun. Amma kəunidə yazıb ki, olunmasın. Məsəl üçün də biz onu bilmirik daha. Biz əmr olunmuşuq
şəri iradə ilə hərəkət edək. Allah Teala Rasulullah göndərib, kitablar nazil edib və bizə yol göstərib ki, biz bu yolu necə getməliyik. Biz buna baxıb getməliyik. Amma kəvnidə nə yazılıb bizə, biz bundan mükəlləf deyilik və soruşma, onu da Allahdan başqa heç kim bilmir. Biz səy göstərməliyik və Allah'a təvəkkül etməliyik, ümid etməliyik, qorxmalıyıq. Demək, kəvni iradə nədir? Asi olan kəsin haqqında nədir? Tək asi olan kəsin haqqındadır. Yəni, Allah sonra kəvni ilə istəyibdir ki, bu azsın. Amma şəriətlə istəmir. Sonra şəri iradədə lazımdır ki, sevgi və razılıq olsun. Yəni, Allah Subhanahu taala lazımdır ki, Allah Subhanahu taalanın sevdiyi şey. Şəri iradə Allah taalanın sevdiyi hər bir şeydir. Şəri iradə. Amma kəvni iradə sevdiyi və sevmədiyi var. Razı olub, razı olmadığı var. Mesela Allah Teala şeytanı yaradıbdır kəvni iradəsindən. Amma sevmir. Asiliyi yaradıbdır da əməli olaraq əməli yaradıbdır. Amma onları sevmir. Qulların da deyir ki, şəri iradə bunlarla. Amma şəri iradə bütün sevdikləridir. Yəni onun əhlini də sevir, ondan razı da, ona görə cavab verir. Mesela əmrləri yerinə yetirmək, qadağanlardan çəkinmək. Bunu Allah Teala istəyibdir şəriətlə. Mükəlləf olanlardan tələb edirdi. Və onu Allah Teala həmin o şəri iradəni sevib və razı qalıbdır. Sevib və razı. Amma kəvni iradə isə şəri iradə kimi deyil. Yəni kəvni iradədə o əməldən razı qalması lazım deyil. Şərt deyil ki, razı qalsın. Orada Allah Teala'nın razı qaldığı da, qalmadığı da və sevmədiyi də şeylər vardır. Mesela asilik. Allah Teala asilikdən razıdır? Yox, razı deyil. Amma var asilik. Çünki bu kainatda hər şey Allahın istəyi ilədir. Ona görə asi qullar həmişə neyirlər? Deyəndə ki, filan günahları tərk elə də, bir söz deyilsən də, pərən günahı bir deyil ki, müxtəlif dərədə. Deyir ki, Allah istəyəndə. Deyirsən, onun sözündə nisbi olaraq həqiqət var, o kəvni iradəyə dəlil gətirir. Sən deyirsən ki, sən ona şəri iradə ilə cavab verirsən. Deyirsən ki, artıq istəyibdir. Deyincə istəyib. Deyirsən ki, əmr edibsə bu, tərk elə ki, bu günahı tərk elə. Sən əmr edib. Demək, sən ona şəri iradə ilə cavab verirsən. Kəvni iradə ilə o öz günahını bəraət gətirmək üçün kəvni iradəyə ehtiyacı olur. Bir halda kəvni iradəyə ehtiyacı ola bilər ki, əgər tövbə edərsən. Tövbə eləsə, necə ki, Adəm əleyhissalamla Musa əleyhissalamın söhbətində deyirsən, o atamız Adəm deyilsənmi ki, bizi cənnətdən çıxartdın. Deyirsən, Musa deyilsən, bir kitab verilibsə, bilmirsən ki, Allah Teala yerləri, göyləri yaratmamışdı 50 min qabaq, bunu mənə yazmışdı. Kəvni iradəyə dəlil gətirdi. Niyə? Çünki tövbə eləmişdi. Yaxşı. Demək, Allah Subhanahu taala qullarından razı deyil ki, asi düşsünlər, asili eləsinlər və o asiliyi də sevmir və asi olan kəsləri də sevmir. Vəqad əradəhə, amma kəvni iradəni bunu istəmişdir. Çünki yaratdıqlarında hökmü vardı Allah Subhanahu taalanın. Onların istədiyinə onların içində hökm verir, hidayət verir, azdırır, xoşbəxt edir, bədbəxt edir. Etdiyindən soruşulmur Allah Subhanahu taala. Hökm onundur və hamınız ona qaytarılacaqsınız. Nə ki, فَمَا وَافَقَ الْإِرَادَةُ الشَّرْعِيَّةُ مِنَ الْإِرَادَةِ الْكَوْنِيَّةِ فَإِنَّ اللّٰهَ يُحِبُّهُ وَيَرْضَهُ. O şəri iradə ki, kəvni iradə ilə üst-üstə düşür, onu Allah Teala sevir və razıdır. Üst-üstə düşən. Nə ki, şəri iradə وَمَا خَالَفَ الْإِرَادَةُ الشَّرْعِيَّةُ وَانْفَرَدَتْ بِهِ الْإِرَادَةُ الْكَوْنِيَّةُ مِنْ خَلْقِ الشَّرْعِ وَفِعْلِ الْعِبَادِ لَهُ فَهَذِهِ الْإِرَادَةُ لَا يُحِبُّهُ اللّٰهُ. Amma deyir, şəri iradəyə müxalif olan, yalnız kəvni iradə ilə tək olan şey, məsələn, şərin yaradılması, qulların feilləri ki var, o şəridən pis edən feilləri, əməlləri ki var, bu iradəni Allah Subhanahu taala şəriətlə bunu sevməyibdir. Əksinə buna nifrət edib və buğd edibdir buna. Yəni şəriətlə Allah Teala bunları istəmir. Amma kəvni nədir?